Dostlar, Amerika Birləşmiş Ştatları Allah Taala'nın yer üzündə görmək istədiyi dövlətdir. Mən belə deyərdim ki, Amerika canlı Qurandır. Baxın, bu dediklərimi sübut edirəm. Allah Taala Bəqərə surəsinin 256-cı ayəsində deyir ki, dində məcburiyyət yoxdur. Yəni hər kəs öz yaşam azadlığına malikdir. İndi fikir verin. Bir tərəfdə porno filmlər çəkirlər, əxlaqsız filmlər Amerikada. Bir aktyorla aktrisa, rejissorlar girib bir evin içində orada əxlaqsız filmlər çəkirlər və o anda paralel olaraq həmin saatda, həmin dəqiqədə həmin o evdən hansı ki əxlaqsız filmlər çəkilir. O evdən 10 metr aralıda kilsədə insanlar ibadət edir və o kilsədən 10 metr aralıda insanlar etiraz edir ki, məsələn, bütün ölkələrlə bağlı problemlərə falan filan biri də bu məsələn ki, biz belə şeylər istəmirik ölkəmizdə, belə əxlaqsız şeylər falan filan etiraz və buna müasir baxanlar da var. Yəni fikir verin, nə rəngarəng bir cəmiyyətdir. Və Allah Taala da, mən demirəm, Qurani-Kərimdə var. Mən Quran oxuyuram və görürəm ki, bu gün Amerika Quranın canlı yer üzündə nümunəsidir. Ona görə də supergüz dövlətdir. Deməli, Yaradanın dediklərinə əməl eləsək, xəritədə böyük ya kiçik fərqi yoxdur. Ərazimizin böyük kiçik olmasının fərqi yoxdur. Yaradanın sözlərinə, dediklərinə əməl eləsək, biz də supergüz dövlət olacağıq. İstər xəritədə cırtdan bir dövlət olsun, balaca. O da supergüz bir dövlət olacaq. Biz Quran kitabını kontenerin üstünə qoymuşuq və elə bilmişik ki, məhdud bir çərçivəyə aiddir. Məhdud bir əraziyə aiddir. Sən demə, biz evimizdə dünyanı gəzdiririk. Kontenerin üstünə qoyduğumuz o kitab, sən demə, Sakit Okeana qədər gedib çıxırmış. İnternet dünyadır, e-mail dünyadır, xeyr. Dünya Qurandır. Sənin evində olan dünya Qurandır. Aç onu oxu, bütün dünyada xəbərin olsun. Bugün Amerika supergüz dövlətdir. Fikir verdiniz, Qurana əməl eləmək, Allahın dediyi prinsiplərini oturtdurmaq, Yaradanın dediyi kimi yaşamaq insanı, dövləti, ölkəni supergüz eləyir. Fikir verdiniz. Bəs Allah deyir ki, əxlaqsız olmaq olmaz və yaxud da əxlaqsız oldunsa, onun qabağını al, qoyma elə şey eləsin. Bəli, Allah deyir, deyən amma məcbur eləmə. Bax, Amerikada bu var. Deyir, əxlaqsız filmlər çəkməyin, amma məcbur eləmirlər. Onun həyat tərzidir. Cəhənnəm var. Axirət var, haqq hesab var. Sən deyə bilərsən ki, cəhənnəm olmasın. Niyə cəhənnəm var? Bəs bunlar getsin də. Bəs onların cəhənnəmə getməyə azadlığı var da. Ona görə Amerika nümunəvi dövlətdir. Sən öz həyatını yaşa, normal qaydada, Allahın dediyi kimi. Buna da sözlü deyən, amma məcbur eləmə. Tərbiyəsizdirsə, haqq hesabı mənlə də Allah Taala deyir. Cəhənnəmə gedəcək. Və niyə yaratmışam oranı? Məcbur eləmə. Depressiyaya düşərsən. Bizdə var ya bizim cəmiyyətdə. Gecə-gündüz depressiyaya düşürlər. Ay, niyə belə tərbiyəsizlər var ölkəmizdə? Ay, niyə belə tərbiyəsiz tiktokerlər var? Ay, niyə belə tərbiyəsiz adamlar var? Ay, filan kəs mini geydi. Ay, filan, ay bala, qoy eləsin də, ay qardaş. Cəhənnəmə getmək istəyir də. Qoy eləsin də. 30-40 ilindən belə yaşayacaq, sonra torpağın altına. Ondan sonra başqa dünya başlayır, haqq hesab başlayır. Elə bilsən, insanın bu elədikləri haqq hesabsız qalacaq. Hər bir insanın cəhənnəmə və cənnətə getməyə azadlığı var və heç kim də heç kimin yerinə sorğu-sual olunmayacaq. Bunu Allah Taala da Quranda deyir. Və bu cəhətdən də Amerika nümunəvi dövlətdir yer üzündə. Heç kim heç birinin şəxsi azadlığına toxunmur. Toxunmur. Biz elə bildik ki, Amerikalılar keydilər. Belə görürlər bu lüt gəzir, amma heç nə demir. Xeyr. Amerikalı içində bilir ki, bu cəhənnəmə getmək istəyir, getsin. Pajalosta, Ruslar deyir, pajalosta. Amma o Amerikalı, bu birisi Amerikalı, hansı ki düz yaşayan. O ona baxıb lütdənmir. Bizimkilər kimi. Baxıb lütdənmir, o öz həyat tərzini qoruyub saxlayır. Müsbət həyat tərzini qoruyub saxlayır. Kitab oxuyur, ibadətini eləyir, ailəsinə baxır. Bir arvadı var, bir uşağı var. Başa düşdünüzmü? Ona görə super güc olmaq üçün nə eləmək lazımdır? Yaradan kitabına sarılmaq lazımdır. Bəs nə deməkdir Yaradan kitabına sarılmaq? Çünki biz, bir misal verəcəm. Bu dünyanın sahibi Allah Taala'dır. Məsələn, bir telefon çıxardırsınız
və onu yoldan keçən bir uşağa verirsiniz. Telefon firmasının sahibi sizsiniz. Və o telefonu yoldan keçən bir uşağa verirsiniz ki, buyur bunu işlət. O uşaq işlədə bilər onu. İşlədə bilməz. Bu yoldan keçən deyil bu. Bugün var, sabah yoxdur. Sən bu firmanın sahibisən. Uşaq işlədə bilməz. Nə vaxt uşaq onu işlədə bilər? Sən ona desən ki, bu knopka budur, bu knopka budur, bu budur, bu budur. Deyəndən sonra onu işlədər. Biz də belə. Biz bugün varıq, sabah yoxuq. Bizdən sonra gələcək nəsillər gələcək. Biz gəlmişik dünyaya öz ağlımızla qanunlar qoymağa. İnsan qanunlar yazır. Dövlətlər qanunlar çıxardır. Çıxartsın, yaxşı bir şeydir. Amma biz bu dünyanın dilini bilə bilmərik axı. O dərinlikləri bilə bilmərik. Bu dünyanın da sahibi Allah Taaladır. Quran kitabı göndərib. Deyir, bax ona, dünyanın sahibi mənəm. Firmanın sahibi mənəm. Bu dünya elə bir firmadır da. Firmanın sahibi mənəm. Kitab da budur. Ala oxu, ona uyğun yaşa, super güc dövlət ol da. Baxın, Allah Taala bizlə danışa bilmir. Çünki görükmür o. Biz onunla necə danışaq? Ona görə bizə kitab göndərib. Kitab vasitəsilə bizlə danışır. Ki, bu mənim kitabımdır. Buyurun, oxuyun. Yaratdığım bu dünyada necə yaşamaq lazımdır? Siz yaratmamışsınız, mən yaratmışam. Yaratdığım bu dünyada necə yaşamaq lazımdır? Bilin də bunu. Ona görə bugün Amerika Yaradanın o kitabı ilə gedir deyə super güc dövlətdir. Mənim bir dostum vardı, onunla danışmışdım. Deyir ki, Elnur, burada nə istəyirsən elə deyir. Amerikada deyirəm orada necədir vəziyyət, nə istəyirsən deyir elə, nə istəyirsən deyir elə. Amma hərəkətlərə də məsuliyyət daşıyasan, cavabdeh olasan. Nə istəyirsən deyir elə. Amma hüquqi məsuliyyətini, qanuni məsuliyyətini dərk eləmək şərti ilə. Qanunları pozmamaq şərti ilə nə istəyirsən elə. Budur da, Allahın istədiyi ölkə budur da və super güc fikir verirsinizmi? Mən tərbiyəsi aktyor, aktris olmaq istəyirəm. Məsələn, biri deyir Amerikada, ged ol. Heç kim işin demir. Mən filan kəs, sən bunu etirazı bildir. Bəli, buyur. Mən orada kilsədə ibadət gedirlər. Yəni, budur. Yəni, Allah Teala Mülk surəsində deyir, 2-ci diyor, 3-cü ayə idi. Mülk 2 idi deyəsən, Mülk surəsi 2-ci ayədir. Yer üzünü ölümü və həyatı imtihan eləmək üçün yaratmışam. Hansızın əməlcə yaxşı eləmək. Tək bu ayədə yox, bir çox ayələrdə var ki, Allah Teala deyir ki, mən yer üzünü imtihan üçün yaratmışam. İmtihanda da sərbəstlik olmalıdır. Heç imtihanda bir müəllimin görmüsünüz gəlib tələbənin əlindən vərəqi alsın. Və yaxud da bəli olur, yox, o həddən aşanda, o istisna hallarda, qanunu pozanda. Amma belə sakitcə oturur, yazsın, azad bir mühit verir. Orada imtihan gedir, müdaxilə olmur ki. Müdaxilə olmur, yəni müəllimlər tələbələrə müdaxilə eləmir. İmtihan sərbəst mühitdə, azad mühitdə keçirilir. Və yeni şey Allah Teala imtihan üçün yaradıb ki, azad mühitdə imtihan olunur. Ki, sonra bəhanəniz olmasın ki, o dünyada mən niyə cəhənnəm aparsan? Təbii ki, cənnətə gedənlər deməyəcək, mən niyə cənnət aparsan? Heç yerə şey deyərlər. Amma cəhənnəmə gedənlər əsas desin ki, deməsin ki, sonra mən niyə cəhənnəm aparsan? Ona görə Allah Teala azad mühit verir. Biz Yaradanın, əgər super güc dövlət olmaq istəyirsə, super güc cəmiyyət, bütün dünya bizdən danışsın. Bugün necə Amerikadan danışır bütün dünya, onların filmlərinə baxır. Biz də eləyə bilərik və ona görə azadlıq olmalıdır. Filan kəs açıq-saçıq geyir. Geysin, qardaş. Filan kəs TikTokda poz, eləsin da, sən öz həyatını yaşa, keyf elə, get. Sən onun kimi olma, əsas budur. Sən öz həyatını yaşa, sən doğruları yaşa, qutardı, getdi.